Bir incə məsələ var. Şeytan necə mane olur bizə? Bilirsiniz, bəzən şeytan bizi əmələ təşviq etməklə haqq yolundan azdırır. Necə eləyir? Biz gedirik, ay Allah, mənə filan şey qismət olsun. İstəyək də buna. Deyir ki, bəs də dua elədin, gəl, keç da əməl elə. Şeytan, gün hayandan çıxıb ki, şeytan deyir, dur, əməl elə. Səni hələ tam istəməmiş, bir əmələ qərar verməyə vadar eləyir. Başımdan böyük üzr istəyirəm. Sən deyəndə mən məni deyirəm, amma sizinlə işim yoxdur, məni. Başımdan böyük bir işə vadar eləyir, mən qərar verirəm ki, gündə filan işə görəcəm, özümdən böyük bir işə. Şeytanın təkidi ilə. Sonra da bir gün, 2 gün, 3 gün eləmirəm, namid eləyir mən bu vasitə ilə. Ona görə də onun əksinə getmək üçün neyləsə, istəyin üzərində işləyin. İstəyin üzərində işləyək. O deyir ki, tez bazar, mən biraz böyle sadə dildə, xalq dilində danışırım, tez bazar qutar, nə qədər dua eləyəcəksin? Dua ilə nə olacaq? Dur, ged əməl elə. Sonra deyəsən ki, sən deyəm, mən hələ hazır deyiləm, o bəzilərin bəhanəsi yox, istəmək istəyirəm. İstəmək istəyirəm, istəyim ki, ondan sonra artıq içimdən bir ateş yansın, desin, mən gündə filan işi görəcəm. Onda artıq o davamlı olur. Biz bir ömür eşidirik, əməl eləmirik. Şeytan belə imkan vermir. Bizi tez əmələ təşviq edir, biz də orada kəsilirik. Arzulayaq biz. Bilməyin ilk təsiri arzulamaqdır, istəməkdir. Bilməyin ilk təsiri istəməkdir. Din deyir ki, bil ki, istəyəsən. İstəmək üçün bil. Əməl etmək üçün yox. Düşünəcəm. Yəni, din demir ki, bilən kimi ged əməl elə yox. Deyir, bil, istə, əməl gələcək. Dinin mexanizmi bu. Adətən belə işləmişik ki, din deyir ki, bil ki, gedib əməl eləyəsən, yox. Din demir ki, buradan çıxan kimi, gedin, tez buna əməl eləyin, yox. Din deyir ki, bil ki, bilik səndə, o bilmək səndə istək yaratsın. İstək olmasa, əməl fayda verməyəcək.